Baş bürcü 7 avqust 2026-cı il. Çalışın hadisələrə sağlam düşüncə ilə yanaşasınız və bütün rəqiblərinizi dərhal məğlub edəcəyinizi gözləməyəsiniz. Əlbəttə onları tez bir zamanda geridə qoymaq istərdiniz, amma bunun üçün səbirli olmalısınız. Günün əvvəlində hadisələr ümumiyyətlə istədiyinizdən fərqli inkişaf edəcək və buna görə həqiqətən əsəbləşə bilərsiniz. Diqqətinizi faydalı işlərə yönəltməyiniz yaxşı olar, xüsusilə də köhnə tanışlardan kimsə sizə kömək edə biləcəyi işlərə. Bugün yalnız öz təcrübəniz kifayət etməyəcək, intuisiyada həmişə necə davranmalı olduğunuzu göstərməyəcək. Ona görə də düşünün ki, kimdən məsləhət ala bilərsiniz, kim xahişinizi cavabsız qoymayacaq. Buğa bürcü 7 avqust 2026-cı il. Həm köhnə, həm də yeni tanışlarla ümumi dil tapmaq çox asan olacaq. Bürc nümayəndələri əvvəllər çətin xarakterli və ya fikrini aydın ifadə edə bilməyən hesab etdikləri insanları belə yarım sözdən anlayacaqlar. Gün təkcə xoşgörüşlər deyil, həm də çox faydalı tanışlıqlar vəd edir. Ola bilsin ki, iş ideyalarınızı dəstəkləyəcək və ya sərfəli şərtlərlə əməkdaşlıq təklif edəcək insanlarla tanış olasınız. Günün ikinci yarısı istənilən yaradıcı fəaliyyət üçün əl olacaq. Bu məşğuliyyətlər sizə çoxlu müsbət emosiyalar bəxş edəcək, maraqlı fikirlərin yaranmasına səbəb olacaq. Əkizlər bürcü 7 avqust 2026-cı il. Səfərə çıxmağınız lazım gələ bilər. Bu səfərlər təkcə çox maraqlı olmayacaq, həm də sizə yeni biliklər qazandıracaq. Evdən nə qədər uzağa getsəniz, uğurlu təsadüflərin və ya qeyri-adi, ilhamverici görüşlərin baş vermə ehtimalı bir o qədər yüksək olacaq. Amma gün heç yerə getməyi planlaşdırmayan əkizləri də təəccübləndirəcək. Yeni tapşırıqlar yaranacaq. Bürc nümayəndələri onları böyük həvəslə yerinə yetirməyə başlayacaqlar. Dostlar və ya yaxşı tanışlar səmimi qəlbdən kömək təklif edəcəklər. Siz onların köməyi olmadan da bacarardınız, amma bundan imtina etməmək daha yaxşıdır. Birlikdə hər şey daha tez alınacaq. Xərçəng bürcü 7 avqust 2026-cı il. Bugün baş verən hadisələr tamamilə gözlənilməz şəkildə inkişaf edə bilər və onların əsl səbəbini anlamaq üçün xeyli düşünməli olacaqsınız. Unutmayın ki, bugün qarşılaşacağınız insanlar, eləcə də yeni işlər və tapşırıqlar haqqında ilk təəssüratınız yanlış ola bilər. Həyatınızda nəyə yer vermək, nədən isə dərhal imtina etmək barədə qərar verməyə tələsməyin. Əhvalınız dəyişkən olacaq, xüsusilə də günün birinci yarısına çətin işlərlə məşğul olmalı olan xərçənglər üçün. Hətta kiçik uğursuzluqlara da çox həssas reaksiya verə bilərsiniz. Yanınızda sizi sakitləşdirə biləcək bir insanın olması yaxşı olardı. Şir bürcü 7 avqust 2026-cı il. Ulduzlar sizin tərəfinizdə olacaq. Onların dəstəyindən həqiqətən vacib məsələlərin həlli üçün istifadə etməyə dəyər. Bir çox iş gözlədiyinizdən daha asan alınacaq. Cəmi bir neçə saat ərzində əvvəlki 3 gündə etmədiyiniz demək olar ki, daha çox işi görə biləcəksiniz. Yeni işlərə başlamaq olar. Siz uğura necə nail olacağınızı tez anlayacaq. Hətta ilk mərhələdə belə ciddi səhvlərə yol verməyəcəksiniz. Təhsil də asan olacaq. Gün şifahi imtahanlar və müsahibələr üçün əlverişlidir. Özünüzü ən yaxşı tərəfdən göstərəcək və çox müsbət təəssürat yaradacaqsınız. Qız bürcü 7 avqust 2026-cı il. Bugün iş üçün əlverişli olacaq. Ola bilsin ki, uzun müddətdir hamını çıxılmaz vəziyyətə qoyan sualların cavabını tapa biləcəksiniz. Bəzi qızlar isə dərhal dəstək qazanacaq, təşəbbüslərlə çıxış edəcəklər. Axşam ünsiyyət üçün əla vaxtdır. İstər köhnə dostlarla görüşməyə qərara alsanız, istərsə də çox yaxınlarda tanış olduğunuz insanla görüşə gedəsiniz. Fərqi yoxdur. Hər iki halda çoxlu parlaq emosiyalar yaranacaq. Vaxtınızı necə keçirdiyinizdən razı qalacaqsınız. Tərəzi bürcü 7 avqust 2026-cı il səhər saatlarında bəzi kiçik problemlər yarana bilər, amma buna görə ciddi narahat olmayın. Birincisi, bunlar tez keçib gedən və sonradan unudulan müvəqqəti çətinliklərdir. İkincisi, hətta hansısa səhvə yol versəniz belə bunun ciddi nəticələri olmayacaq. Günün ortası isə çoxlu parlaq emosiyalar bəxş edəcək. Bu vaxt səfərə çıxacaq tərəzilər çox gözəl vaxt keçirəcəklər. Bürc nümayəndələri üçün mühiti dəyişmək faydalı olacaq. Qeyri-rəsmi şəraitdə keçiriləcək bütün görüşlərdə xoş keçəcək. Axşam da sizi məyus etməyəcək. Bununla belə bir çox tərəzilər həmişəkindən daha çox istirahətə ehtiyac duyduqlarını hiss edəcəklər. Əqrəb bürcü 7 avqust 2026-cı il. Vacib və mürəkkəb işlərə başlamaq olar. Siz bu işlərdə ilk uğurları tez əldə edəcək. Sonraki mərhələlərdə isə gözlədiyinizdən də asan olacaq. Bəzi əqrəblər uzun illərdir rəqibləri üzərində qələbə qazanacaq və burada bürc nümayəndələrinin gözlənilməz davranmaq və rəqibi hazırlıqsız yaxalamaq bacarığı mühüm rol oynayacaq. Pul daxil olmaları ehtimalı var. Böyük ehtimalla söhbət kiçik məbləğlərdən gələcək və siz onlara tez bir zamanda istifadə sahəsi tapacaqsınız. Özünüzə spontan alış-veriş etməyə icazə verə bilərsiniz. Amma həddi aşmamaq daha yaxşıdır. Sonradan heç vaxt lazım olmayacaq xırda və yaraşıqlı əşyalara xeyli pul xərcləməyə riski var. Ox atan bürcü 7 avqust 2026-cı il. Günün başlanğıcı sizə çoxlu maraqlı hadisələr gətirəcək. Bəzi ox atanlara bu vaxt hətta həddindən artıq gərgin görünə bilər. Çünki görüləsi iş çox olacaq və hər şeylə eyni vaxtda məşğul olmaq lazım gələcək. Başqası belə vəziyyətdə çaşıb səhv edərdi, amma siz işlərin öhdəsindən yaxşı gələcək. Hətta bəzi xırda detalları da yaddan çıxarmayacaqsınız. Günün ikinci yarısında maliyyə problemləri yarana bilər. Planlaşdırılmamış xərclər və diqqətsizlik ucbatından xoşagəlməz itkilər mümkündür. Xüsusilə ailə üzvləri ilə birlikdə istifadə edəcəyiniz əşyaları alarkən tələsməməyiniz daha yaxşıdır.
Oğlaq bürcü 7 avqust 2026-cı il. Bu ən asan günlərdən biri olmayacaq, amma ehtiyatlı davransanız uğur qazana bilərsiniz. Hətta əhəmiyyətsiz görülən işlərdə məşğul olsanız belə hər şeyi yoxlamaq, heç bir detalı gözdən qaçırmadığınıza əmin olmaq üçün özünüzə kifayət qədər vaxt verin. Həm işdə, həm də evdə kiçik fikir ayrılıqları yarana bilər. Ətrafınızdakılar sözlərinizi yanlış başa düşə, xırda səhvlərə görə inciyə bilərlər. Bəziləri sanki qəsdən mübahisə yaratmaq üçün bəhanə axtaracaq. Belə insanların təxribatına uymayın. Dolça bürcü 7 avqust 2026-cı il. Sözləriniz, hərəkətləriniz hamının xoşuna gəlməyəcək. Hər şeyi çətinliklə əldə edən insanlar sizin uğuru tez və demək olar ki, heç bir səy göstərmədən qazandığınıza bir qədər qibdə ilə baxacaqlar. Onlar sizə zərər verməyəcəklər. Buna görə narahat olmağa dəyməz, amma istehzalı iradlar səsləndirə bilərlər. Siz isə əlbəttə ki, buna görə üzülməyəcəksiniz. Gözlənilməz dəyişikliklər, ailədə xoş hadisələr və planlarınıza təsir edəcək romantik sürprizlər mümkündür. Bugün baş verən hər şeyi xüsusi sevinclə qarşılayacaqsınız. Həyatda yaxşı tərəfləri görməkdə çətinlik çəkən insanlar da nikbinliyinizdən ilham alaraq sizə yaxınlaşacaqlar. Balıqlar bürcü 7 avqust 2026-cı il. Eyni vaxtda bir neçə mürəkkəb tapşırığın öhdəsindən gəlməyiniz, üstəlik heç nəyi unutmamağınıza və qarışdırmamağınıza həsəd aparmaq olar. Bu qədər fəal olmağınıza əsas səbəblərdən biri bugün xüsusilə çox enerjinizin olmasıdır. Hətta bəzən yerinizdə sakit oturmaq belə sizə çətin gələcək. Buna görə də başqaları işləri təxirə salmaq üçün bəhanə axtardığı halda siz daha nələr edə biləcəyinizi və hətta hansı sahədə uğur qazana biləcəyinizi düşünəcəksiniz. Gün ünsiyyət üçün əlverişlidir. Bir çox balıqlar yeni tanışlarla asanlıqla dil tapacaq və onlarda çox xoş təəssürat yaradacaqlar. İstisna deyil ki, məhz bu tanışlıq maraqlı bir romantik hekayənin başlanğıcı olsun.